Cənnət, bulaqları cənnət, suyu cənnət, meşəsi cənnət, nərgizi bənövşəsi cənnət. Nə var burada? Torpaqlar burada özəlləşib, torpağın hamısının öz sahibi var. Cənnət məkan olubdur. Başından ikicə zoğalı dərif yəyəndə deyirsən görən bu nə daddadır. Nə var burada? Pulunu verir, alırsan, nə dadı var, nə talı var. İyunun 8-də Yuxarı Əskiparalılar kəndlərindən ayrılalı 29 il olur. Bu kənd 1990-cı illərin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Qazağın 7 kəndindən biridir. İndən belə mənim 84 yaşım var. Gedib nə qarırım kətday bala. O cümlədən biz də səbirsizliklə gözləyirik ki, bizim kəndlər işğaldan azad olunar. Ərazilər minalardan əgər qoyulubsa təmizlənər. 100 adam varsa indi qayıtmağa mən deyərəm ki, bəlkə 150 adam hazırlar. Yuxarı Əskipara kəndinin məcburi köçkünləri 30 ilə yaxındır Qazax rayonunun Nərmanov qəsəbəsində məskunlaşıblar. Yuxarı Əskiparadan olan şair Bəxtiyar Hidayət qəsəbədəki məşğuliyyət imkanlarının kasadlığından gileylənir. İnsanlar məcbur olub, tutaq ki, heyvandarlıqla məşğul ola bilmir, məcbur olub, ustalıq öyrəniblər. Günəmizdir. Kim dövlət işində işləyir, işləməyənlər də günəmizdir, ya fəhlə, ya usta, belə. Şair hər gün Ağstafa şəhər məktəbinə tarixdən dərs deməyə gedir. Boş vaxtlarında həyətində mal-qara, əkin-biçinlə başını qatır. Və mən bu qaçqınlığa qədər elə bilirdim, hamının inəyi elədi. Səhər 10 litr verir, axşam 10 litr. Sonra özüm heyvan sağladım burada. Səhər 2 litr verdi, axşam 2 litr verdi. Yuxarı Əskiparalıların bir neçəsi arıçılıqla məşğuldur. Kamil Mehdiyev kəndlərinin xiffətini çəksə də, o dövrün çətinliklərini unutmur. O vaxta baxanda indi hər bir şey azaddır. O vaxtı biraz çox çətinliklə əmələ gəlirdi hər şey. Sovet hökumətinin qayda qanunu əməl eləmək lazım idi. 2009-cu il siyahıya almasına görə kəndin 637 nəfər əhalisi var. Yuxarı və aşağı Əskiparadan olan köçkünlər kəndlərini belə xatırlayır. Vaxtı kənddə atam meşəbəyi işləyirdi. Biz də dağlarda olurduq. Orada da yenə təsərrüfatla belə. Əlbəttə ki, buradan 1000 dəfə yaxşı idi. Burada şəraiti yoxdur da, baxırsınız da özünüz. Şərait budur. Bir də inəkdir, onu da qapıya bağlamışıq. Otunu cibimizdən alıb yedirdirik. Orada nə bir pul verirdim, nə su pul verirdim. Nə o bulaqlar axırdı, o bulaqların üstündə hərlənirdim. İndi bir belə su da tapırsan, içdiyini də pulunla içirsən. Kəndlərdə kolxoz, savxoz vaxtı əhalinin bir çox hissəsi demək olar ki, savxozda, kolxozda işləyirdi. Ondan sonra öz üçün mal, heyvan, mal-qarı ilə məşğul olanlar var idi. Ora olardı,